Save et ki bunları almaq yadından çıxmasın. Uyğun qiymətli makyaj çantası yığmışam. Daha doğrusu bir səbət. Makyaj çantama yerləşmədiyi üçün bunun içinə yığmışam. Əvvəlcə onu qeyd edim ki, üzümü nemləndirmişəm. Tonal krem olaraq Wet n Wild'dan tonal kremini istifadə edəcəm. Aplikatoru çox xoşuma gəlir. Baxın bu formada belə. Mat bitişli deyil. Sponja keçirəm. Üzəki duruşu bu formadadır. Təbii və gözəl görünür. Qaş geli olaraq isə Golden Rose qaş sabitləyicisindən istifadə edirəm. Səhərdən axşama qədər qaşlarınızı çox gözəl bir şəkildə sabitləyir. Concealer olaraq iki məhsul sizə məsləhət görəcəm. Demək olar ki, qiymətləri yaxındır, amma teksturalarını çox bəyənirəm. Ona görə də ayıra bilmədim. Bir gözümə Top Face-i, digərini isə Influence tətbiq edəcəm. Siz hansını bəyənsəz onu da ala bilərsiniz. Məndəki nömrəsi 004-dür. Bu formada. Diğer tərəfə isə Influence məndəki nömrəsi 02-dir. Əvvəlcə fırça ilə, sonra isə sponja yaysanız daha gözəl nəticə alacaqsınız. Bunu unutmayın. Qırışlara dolmur, çox gözəl sabitlənir. Baxın belə, teksturası daha qatıdır və daha örtücüdür. Həm aydınlıq verir, həm qırışlara dolmur. Rivalme'nin bu paleti cəmi 8 manatadır. İndi isə buradan ağ rəngi alıram. Fərqli rənglər var. Mütləq baxın. Mən bunu Rossmanndan almışam. 3 manata almışam. Ogenin bu linerini. Zil qaradı çox gözəl qalır. Linerimi də çəkdim qızlar. Lux Visajdan bu maskaranı tətbiq edəcəm. Maskaranı da tətbiq elədim. Bu formada görünür. Rivalme'nin bənövşəyi qapaqlı bu pudrasını mən çox bəyənirəm. Belə 4 dənə rəngi var. Baxın, ikisi arasında necə blurladım. Eyni şəkildə alnımda olan bu parlamanı da bunun vasitəsilə belə aradan qaldırıram. İndi isə sıra bronzerdadır. Dəki nömrəsi isə budur. Və bu hissəyə tətbiq edirəm. Necə gözəl rəngi var. Ənli istifadə edirəm. Məndəki nömrəsi 104-dür. Buna baxın. Yüzü isə çox gözəl görünür. Dodağımda istifadə edəcəm Golden Rose'un 05 rəngini. Çox gözəldir. Yağ kimi yayılır. Gloss olaraq isə Blur Design'ın bu glossunu tətbiq edəcəm. Məndəki nömrəsi 4-dür. Yəni necə sevməyəsən axı bunu. Glossu isə indirimdə sadəcə 4 manata düşür. Makyajım bitdi. Ümid edirəm ki, makyajımı və məhsulları siz də bəyəndiniz. Mütləq fikirlərinizi rəylərdə qeyd edin.